Elhamdülillah və salatu və selamu alə mən la nəbiyyə bə'də. Selamu aleykum və rahmetullahi və berekatuhu. Deməli, biz təfsir dərslərimizə davam edirik. Dünənlər qalmışdıq. Təkfir surəsinin əvvəlində qalmışdıq. İlk ayələri götürdük. Yəni, qiyamətin əlamətləri barəsində. Allah subhanahu ta'ala buyurur ki, Bismillahirrahmanirrahim, İzəşşəms kuvirat. Yəni, burada dedik ki, 3 dənə surət. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, kim qiyamət gününü öz gözlərinlə açıq aydın görmək istəyirsə, onda bu 3 surəyə nəzər salsın. Kim qiyamət günü istəyirsə gözündən görsün, ki necə baş verəcək. Bu 3 dənə surə neyləsin? Nəzər salsın. Onlardan biri İzəs-səma'un fətarat, göy yarılacağı zaman, yəni İnfitar surəsi. İkincisi İzəs-səma'un şəqqat, yenə göy yarılacağı, parçalanacağı zaman İnşiqaq surəsi. Və indi hal-hazırda üzərində olduğumuz İzəşşəmsu kuvirat, yəni Təkvir suresi. Dedik təkvir, kəvvara sarılmaq, dolanmaq deməkdir. Və ilk adını da surə ilk ayəsindən götürür. Allah subhanahu ta'ala ilk ayəsində günəşin sarılmağından danışır. İzəşşəmsu kuvvirat. Yəni günəşin sarılacağı zaman. Yəni bu ayələri götürmüşdük deyə, çox üzərində deyənməyəcək. İzəşşəmsu kuvvirat, günəş sarılacağı zaman, yəni günəş əmamə kimi sarılacaq, öz funksiyasını itirəcək və bəzi alimlərə görə cəhənnəmə atılacaq. Cəhənnəmə atılmasının səbəbi ona ibadət edənlərin ilahlarının batil olmağının o tərəfdə bir daha ispat olunaraq onları pis vəziyyətə salmaqdır. Aydındır, onların Allah'tan ibadət edildiklərinin. Amma bura isə salihlər daxil deyirlər. Salihlər daxil deyirlər. Yəni siz və Allah'tan ibadət ediniz cəhənnəmin odunusunuz. Amma o İsa aleyhissalama ibadət edirlər, Əli radiyallahu anh ibadət edirlər və salihlərə, bunlar Abdülqadir Cilaniyə, bunlar ora daxil, həmin ayəyə daxil deyirlər. Həmin ayəyə daxil deyirlər. Sonra Allah subhanahu buyuruyor və idən nucumun kədarat, ulduzlar yerə səpiləcəyi zaman və izəl cibəli suyyirat, dağlar hərəkətə gəldiyi zaman. Və ilm əhli buyuruyor ki, bu dünyada dağların hərəkətə gəlməyi mümkünsüzdür. Çünki dağlar nə üçündür? Yerin müvazinətini saxlamaqdan ötürür. Və Allah subhanahu buyuruyor ki, dağlar haqqında vəl-cibələ əvtədə, biz dağları nə elədik? Payalar elədik, dirəklər elədik. Yəni o gün deyirlər ki, payanın da üstünlüyü nədir? Nə qədər yerin içində çox olsa, o qədər bərk olur. Fikir verin, yeri nəsə bastıranda, çəpər örmək üçün və s. çalışırlar ki, daha çox yerə vursunlar ki, yenəsin bərk olsun. Ona görə deyirlər ki, bu gördüyünüz dağların bir o qədəridir və daha artığı da hardadır? Yerin altındadır. Yerin altındadır. Sonra həmin gün isə o dağlar necə hərəkətə gələcək. Və izə işarət dilət. Hamilə dəvələr, yəni boğaz dəvələr başlı başına buraxılacaq zaman. Yəni ona görə demək istəyir ki, yəni Allah subhanahu ta'ala bu ayədə, yəni insanlar onda mala, dövlətə diqqət eləməyəcəklər. Hər şey otaqda qalır. Çünki qiyamət gündə artıq. Soğusuğa baxılır. Mal, dövlət. Çünki o boğaz dəvələr ərəblərin aylarla gözlədiyi bir şeydir. Aylarla gözləyirlər ki, neyləsin? O dəvələr bağlasın və ondan istifadə eləsinlər. Alimlər deyirlər, Allah subhanahu ta'ala o zamanda o məşhur idi, onlara misal çəkir. O demək deyil, qiyamət günü məhz məsələn dəvələr ortalıqda qalacaq. Dünya malı, mal, pul, maşınlar və s. Hər şey bu, şamildir. Sadəcə o vaxt onların ən dəyərli şeyi həmin dəvələr olduğu üçün Allah subhanahu ta'ala həmin şeyi olaraq misal çəkir. Və izəl işər ortələ, işər odur. Yəni ötürlər nəsə insanlar onu tatil edəcəklər, yəni neyizini tərk edəcəklər. Yəni başlı başına bırakacaqlar. Çünki həmin vaxt qiyamət günü olduğu üçün onların ona ehtiyacı olmayacaq hiçbir dünya malına. Və idəl və huşirat. Vəhşi heyvanlar nə edəcəklər qiyamət günü? Həşr olunacaqlar. Əhlüsünnə və cəmaata görə heyvanlar diriləcəklər. Amma onlar üçün cənnət, cəhənnəm yoxdur. Bir-birindən haqlarını alacaqlar, sonra isə torpaq olacaqlar. Ona görə alimlər nə deyirlər? Zülümdən çəkin. Zülüm qiyamət günü zülmət olacaq və qiyamət günü buynuzsuz qoçun qisası buynuzda qalmayacaq. Bəs qeybət, nəmmamlıq kimisi haqqına girmək, malını qəsb edilmək, bunlar necə? Hansı ki heyvanlar, onlara nə yoxdur? Cənnət, cəhənnəm yoxdur. Onlar bile bir-birine neyini alacaqlar? Haqlarını alacaqlar. Alimlər deyirlər ki, bu Allahın kamil ədalətinin oradan görsənməyindən ötürdür. Ki Allah s.ə. adil, hətta heyvanların ki, qalmışı qaldı ki, insanların ki. Heyvanla insanlar arasında. Alimlər deyirlər, heyvanlar diriləcəklər, bir-birine haqq alacaqlar, sonra torpaq olacaqlar. İnsanlar ise cənnət və cəhənnəm və s. Ona görə bəzi alimlər Nəbə surəsi 6-cı ayəni
Dəlil kimi gətirirlər. Və yəqulul kafiru ya leytəni kuntu turaba. Kafir deyəcək ki, kaş ki mən də torpaq olardım. Bəzi təfsirçilər deyir ki, yəni kafir görəcək ki, heyvanlar bir-birindən qisas aldıqdan sonra torpaq oldular. Özünün heyvan olmasını arzulayacaq. Ki, kaş ki mən də heyvan olardım, torpaq olardım. Yəni diriliş olmayardı. Yəni cəhənnəmdənsə torpaq olmaq yansıdır. Əbədi həyat olmayaydı. Ona görə bəzi alimlər deyir ki, fikir verir, bu dünyada insan, kafir insan necə təkəbbürü orada isə nə olmaq arzulayacaq? Heyvan olmaq arzulayacaq ki, torpaq olsun. Yəqulul kafir ya leytəni kuntu turaba. Və idəl vuhuş uçirat. Və heyvanlar bir yere yığılacağı zaman. Və idəl biharu succirat. Dənizlər alovlanacağı zaman. Yamatdan Allah'tan Allahu akbar. Yəni su odu söndürür. Həmin gün həmin suyun özü od olacaq. Normalde su değil. Od olanda ne diyor? Suyu getirip söndürüyor. Su odu söndürücüsüdür. Həmin günü suyun özü od olacaq. Allahu akbar. Və izən nüfus zuvvicət. Nəfslər həri öz tayını tapacaq. Yəni əl-əbrar məl-əbrar. Vəl-füccar məl-füccar. Günahkarlar günahkarlarla, sahab iş görənlər sahab iş görənlərlə. Bəziləri deyirlər alimlər. Bu demək ki, müsəlmanlar, çünki cənnətdə subay kimsə olmayacaq, müsəlmanlar evləndiriləcəklər. Müsəlmanlar evləndiriləcək, möminlər, hurun iri gözlü hurilərlə. Kafirlər evləndirəcəklər şeytanlarla. Evləndiriləcəklər şeytanlarla, amma buna alimlər bəzi edir, konkret dəlil yoxdur. Konkret dəlil yoxdur. وَسِيقَ كَفَرُوا إِلَى جَهَنَّمَ زُمَرًا. Kafir olanlar cəhənnəmə dəstə gidəcəklər. Zumar suresinde وَسِيقَ الَّذ۪ينَ اتَّقَوْا رَبَّهُمْ اِلَى الْجَنَّةِ زُمَرًا. Mümin olanlar da, Allah'tan korkanlar da neyəcək dəstə etsə cənnətə gidəcək. Onun Allah சொல்ur ki اُحْشُرُ الَّذ۪ينَ ظَلَمُوا وَاَزْوَاجَهُمْ. Zalimları ve onların zövcələrini, orada zövcələrindən məhz qadınlar qəsd olunur. Yəni həmtaylarını, onlar kim olanları bir yere neyini həşr edir. Sonra Allah subhanahu buyurur ki 8. ayədə وَاِذَا الْمَوْعُودَةُ سُئِلَتْ بِأَيِّ ذَنْبٍ قُتِلَتْ. O gün bastırılan körpə qız uşağından soruşulacaq. Səni hansı günaha görə bastırmışdılar? Allah alimə deyirlər ki, Allah azze ve cel alimə. Allah onsuz əvvəldən bilirdi, alimdir ki, onun hiçbir günahı yok. Sadece onları orada daha çok biabır eləməkdən, doğru dedi, bizi pis itirirsən, ne bileyim, biabır edirsən, onları aşağılamaktan ötürü sual verəcək. Alimə deyir, bu suallar əvvəldən cevabı bəllidir. Mesela Allah subhanahu deyəcək ki, Maidə sözü Allah subhanahu buyurur ki, İzqalallahu ya İsa ibn Maryam. Allah deyəcək, ey Məryəm oğlu İsa, sən mi dedin məni və anamı Allah'tan qeyriyyələr qəbul edin? Allah bilir ki, İsa onu demir. Sadece ona ibadet edenleri orada daha da rezil eləməkdən ötürü, biabır eləməkdən ötürü bunu deyir. Allah subhanahu bir uşaq, hiçbir günah yok. Kız uşaqlar bastırırdılar, auzubillah. Fikir verir, yani övladı öldürmək. Günlerde çok yayılı bu. İster uşaq kötüdürmək olsun, yüzüstən halınızdan istəyər, abort vesaire bu meseleler olsun. Xüsusən də bəzi zalimlər deyirlər ki, indi daha betərdir. İndi daha betərdir. Həmin vaxtı uşağı doğurdular, aparıblar səliqəli şəkildə torpağa bastırırdılar. Və bu onlar üçün çox münkər bir əməldə Allah inkar edir. İndikilər Allah qorusun üz İslamımızdan doğraqlığını çıxardırlar. Heç bastırmırlar da, aparır zibiliyyət oluyor. Canlı bir məxluq o. Canidir bu. Bu ana deyil, bu cani deyil. Bu ata deyil, bu canidir, günahkardır, cinayətkardır. Sonra özlərini sonra da humanist kimi göstərirlər, heyvan sever və s. neyinirlər? İpşillərə belə davranmaq lazımdır, itlərə belə davranmaq lazımdır və s. Bəli, bütün insanlar, bütün məhluklara yaxşı davranmaq lazımdır. Bəli, imkan varsa pişilərə su verir, qapını azım, qış aylarıdır, savab qazan və s. Küçədə qalan heyvanlara, quşlu və s. Amma sən neynədin? Öz ciyər panəni doğratdırdın, məhv elədin. İndi sən nədən danışsan? Heyvanlarla olan insansevərlikdən, humanizmdən və s. Yani bu iddiaçılar çox yalancıdırlar iddialarında. Ona göre bu indi daha beter yani. Evvelkiler kız uşaqlarını eləyirlər. İndikiler oğlanı da eləyirlər. Ve eyni sebeptir. Neden? Kasıbçılık korkusundan. Nətər bakacağız? İçindən siz zorla baxıram. Sizcə necə baxacaq? Onun ki Peygamber sallallahu aleyhi ve selleme İbn Məsud soruşanda ki, ya Resulullah, günahların en böyükleri hansılardır? Dedi ki, en tec'ale lillahi nidden ve huve halakak. Allah seni yarattığı halda kimi sona kayıt tutma, şərik koşma.
2. Komşunun həyat yoldaşından münker murdar əməl etmək, zina eləmək. 3. Kasıbçılıq qorxusundan övladını öldürmək. Bilsən niyə öldürdün? Bir dənə boş qab, süfrədə də artıq olacaqdı deyə. Aydındır. Belə çox yorulacağım. 2 dənə uşağa baxma, 3 dənə uşağa baxacaqlar. Ya 4-ünə və s. Və çox təəssüf ki, bunu eləyən bəzi insanlar illərlə Allaha uşaq duası eləyən insanlardır. İllərlə dua edir ki, Allah mövlad nəsib elə və s. Asla bir vaxtda. Allah var. İndi bu uşaqlar indi olandan əvvəl yalvardı illərlə uşaq olmamışdır. Allah nəsib eləməmişdir ona. İllərlə yalvardı Allah uşaq verir, indi Allah çoxaltmaq istəyir. Özü istəmir. Aydındır. Onu gör insan elədir. Uzun yalvarır, dua edir, sonra özünü elə aparır ki, heç elə bilir bizə yalvaran bu deyil. Aydındır, başlayır həddini aşmağa. O izəl məvudətü suilət bi əcdən bil qutilə. Hansı günaha görə səni bastırmışlar? Gözən İmam Səhəmdən deyir, rəhməhullah, deyir ki, huvəl-ləzi kənət cəhiliyyətü cühələ. Bunu deyir, cahiliyyə dövrünün cahilləri edirdilər. Təf'aluhu min dəfnil bənət. Övladlarını edirlər. Dəfn edirlər. Heç bir səbəbsiz, hətta bəziləri diri-diri dəfn edirlər. İllə xəşyətəl fəqri. Bəzilərinin bunu dəfn etmənin ən böyük səbəbi kasıbçılıq qorxusu idi. Eyni şeydir. Bəziləri qızlar onları bir yavır licit etiqad edirlər. Əksəriyyəti deyirlər ki, kasıbçılıq qorxusuna. Çünki Allah harada ki, övladı öldürməyin deyib, nə deyib? Nəhn nərzukum və iyyək. Bir onların da sizin də ruzunuzu biz veririk. Görünür ki, əksəriyyətləri nə üçün öldürürlər? Kasıbçılıq qorxusundan. Bizə niyə? Həqiqdən insan Allah qorusun bizləri münker əməllərdən. Dəhşəti gəlli insan. Bir dənə stəkan çox olacaqdı deyə süfrədə. Bir dənə boşqab çox olacaqdı. Bir dənə ayaqqabı çox olacaqdın deyə. Allahu Akbar. İnsan necə belə bu hala gəlir? Və özünüzə necə aparır özünü? Elə bir işin eləməyibdir. Hətta bəzi gibi savab edir. Neyimi baxam bunu elə yaxşıdır da. İndi qalsaydı o uşağa. Neyiməcəydim? Hə, bu da şübhədir. Haqqını verəməyəcəkdənsə olmamağı yaxşıdır. Auzubillah. Sən qərar verirsən buna. Yoxsa yaratmaq öldürmək demək sənin əlindədir. Və cealnahu fi qararin məkin. Onu biz möhkəm bir yerə yerləşdirdik. Allah Mursalat sözdə buyurur. İlə qədərin məlum. Müəyyən bir qədərə qədər. Fəqədərnə fəni'məl qadirun. Biz necə də gözəl təqdir edənlərik. Təqdir ilahidəndir. Bizə nə deyir? Deyir ki, sonra ona pis şəkildə baxmaqdansa heç olmayaydı ondan yaxşıdır. Auzubillah. Olmaq Allahın əlindədir. Baxmaq da ruzi verən də Allahdır. Sən sadəcə neysən? Xidmət edirsən. Allah Subhanahu sonra buyurur ki, və izə suhufu nuşirat. Səhifələr açılacaq. Yəni, hamının səhifələri ortada olacaq, yazılı ixtarır ortada. Pis və ya da yaxşı. Müştəmilətü alə əməli amilu min xaynu və şər. Cəm olmuş əməllər. İstər şər olsun, istər xeyir. Nuşirat, əy fərrəqat an əhlihə. Paylanacaq, bölünəcək. Fəəxizən kitabə bin yemini, bəzilər kitabı sağ əlindən götürəcək, bəzilər sol əlindən, bəziləri də arxa tərəfdən, yəni arxadan götürəcək, əlləri arxadan. Əlbəttə, bu da sol tərəfdən götürməyə aiddir. Yəni cəhənnəm əlinə aiddir. Aydındır, sağ tərəfdən aiddir. Solla arxa ikisi də günahları daha ağır gələnlərə aiddir. Fəəmmə mən təqulət məvazinu və huvə fi işətən radiyyə. O gözəl bir yaşayış içində olacaq, rahat yaşayış. Və əmmə mən xaffət məvazinu, kim işlərəsi yüngül gələrsə, və ummuhu haviyyə. Onu sığınacağı yer haviyyə olacaq. Allah, o da cəhənnəm adlarından biridir. Sonra Allah Subhanahu buyurur ki, İzə səma'u kuşitat, İzə kuşitat, əy əzilət. Yəni, o gündən nə olacaq? Səma yarılacaq, parçalanacağı zaman. Allah Subhanahu buyurur ki, yevmə təşəqqaqus səma' bil gamam. O gün səma ilə yarılacaq, bulutla yarılacaq. Bulut vasitəsilə necə yarılacaq? Yevmə nətfis səma. Biz həmin günü səmaları qatlayarıq. Və ardu cəmən qabadatu yevməl qiyam və səmavat mətviyyət min yemini. Həmin gün yerlər onun ovucunda, səma isə onun sağ əlindən inəyəcək, büküləcəkdir. Sonra Allah Subhanahu buyurur ki, və izəl cəhimu su'irat. Cəhənnəm alovlandırılacağı zaman, Allahu Akbar, əvqədət aleyhə, necə qalanacaq, və istəarrat və necə möhkəm qızdırılacaq, və idəl cənnəti uzlifət, cənnət müttəqilərə yaxınlaşdırılacağı zaman. Bunlar hamısı qiyamətin nə ediyə alamətləri. Sonra Allah nə buyurur? Alimət nəfsun mə əhdarat. Hər bir nəfs o gün necə?
Nəyi təqdim edibdi, hamısına xəbər olacaq. ما حضر لديه من الأعمال كما قال تعالى ووجدوا ما عملوا حاضرا. Onlar öz əməllərinin qarşılığında tapacaqlar. Necə ki Uca Allah Kəhf surəsində buyurur ki ووجدوا ما عملوا حاضرا. Onlar etdiklərinin qarşılığında necə yapacaqlar? Hazır tapacaqlar. ولا يظلم ربك أحدا. Və sənin Rəbbin heç kimə zülm edən deyil. Yəni bu əməlləri özləri qazanıblar. Kimsə yazmayıb. Yəni özlərinin qazandıqları əməllərdir. Sonra ise Allah Subhanahu Teala buyurur ki فَلَا اُقْسِمُ بِالْخُنَّاسِ. Burada and içir. El-cevari kunnes. فَلَا اُقْسِمُ and içirəm neyniyenlere? Batıp sönenlere. Batırlar yanıp sönenlere. Ve and içirəm Allah Subhanahu Teala burada ulduzların halını and içir. Ulduzların halını and içir. Onların batıp sönme halına ve aşkar şekilde görünme halına. İmam Sa'd rahmetullah buyurur ki Allah Subhanahu Teala hunnes batıp sönenler. Bunlar kavakib ulduzlardır hansılar ki şərqə tərəf gedəndə batıp sönürlər. Bunlar hansılardır? 7 tane ulduz. Bak burada o tərcümədə Elmir Kuliyev neyiniyibdi? Burada Rusça tərcümədə bunların adlarını ne kim veribdi? Yunanlı planetlərin adları kim verib? Planet adı verebilir. Sadece o Yunan ilahlarından gelen adlar var ha. Ki yani Allah var, elm Allah'ın yanındadır. Çoxlar deyirlər ki Saturn, Venera, Merkür və s. bunlar Yunan ilahlarının adlarıdır. Qoyublar planetlərə. Aydındır. Çox təəssüf ki Elmir Kuliyev Rusça tərcümə edildi vaxtı qardaşlar. Onların adını yazıb Saturn və s. Ərəb adları isə nədir? 7 dənə ulduz. Hansı ki şərqə tərəf gedəndə neynirlər? Baxdı yanıb sönürlər. Ofislere muhalif olurlar. Onlar nasıllardı? Güneş, Ay, Zöhre, Müşteri, Merrih, Zuhal, Otarid. Bu 7 tane ulduzdu. Fehâdî seb'a leha siran. Bu iki ulduzların iki cür çekme şekli var, seyirleme şekli var. Cihetil Maghrib, Cümbatan tərəfə başka ulduzlarla beraber gidilir. Yani onların 7 gidilir. Ve cihetil Meşrik, Məşriq tərəfə gedəndə, yəni gün doğan tərəfə gedəndə isə yanıb sönürlər, onlardan gec gedirlər, arkada qalırlar elə. Və Allah Subhanahu Taala onların o halını and içir. Bunu astrologlar sonradan o ulduzlarla məşğul onlar sonradan tapdılar. 14 əsr bunu Allah sonra görünə and içir. El-cevalül kunuz vel-leyli izâ as'as. Bürünməkdə olan, getməkdə olan adbara və qeyl əqbələ. Yani bəzilər deyirlər ki gündüzden sonra gelen geceye ve yaxud da gedən geceye. İkisine de aittir. Və subhi izâ teneffes, yani neffese yani aslında bu nefese teneffüs sözündendir. Yani bu ne demek? Teneffüs insan nefesi ortaya çıkardır diye. Burada sübh ondan vəsf olunur ki yani sübh neyəcək? Öz şuasını ortaya çıkaracak. Ve inşakkatun nur şeyen fe şeyen. Fikir verin onun ışığı yavaş yavaş ortaya çıkıyor. Seher aklında fikir verin. Güneşin şuası yavaş yavaş neyinir? Ortaya çıkıyor. Hatta yestemilu. Hatta yetekemmel. Hatta tamamlanır ve tattari'aş şems ve güneş çıkır ortaya. Ve hadi ayetel izam. Ve bu büyük ayelerdir. Mucizelerdir. Aksamallahu biha ala senedil Kur'an. Allah bu şeylerin niye and içip dedi ya hemşe attan sonra ne and içtiğine bak. Şirin demişti bunu dersinde. Attan sonra ne and içip? Kur'an'ın senedine göre. Kur'an'ın senedinin ne kadar âli olmasına göre. Bundan sonra diyeceğiz kitap hakkında. Bu hatta neden ötürdü? Kur'an'ın senedinin yani Allah'la alakasının, bağlantısının ne kadar kuvvetli olmalı.